Xatırlayırsınızsa, Zelenski birbaş ABŞ-dən Böyük Britaniya gəlməklə həm kralla, həm ilə görüşərək Böyük Britaniyanın baş naziri ilə bir neçə məsələ müzakirə etdi. Hətta məlumatları var ki, elə görüşdən çıxan kimi ilk olaraq o Starmerlə və Macronla telefonla danışıb və orada artıq onlar öz iradlarını Zelenskiyə bildiriblər. Danışıqların tonunda baş verən hadisələr və sonra görüşlərdə, Avropadakı, Böyük Britaniyadakı görüşdə Zelenskiyə bildiriblər ki, yəni bu ritorika, bu yol Ukraynanın tamamilə süqutuna apara bilər. Ona görə də Zelenski ritorikanı dəyişməlidir və bu və ya digər formada ABŞ-nin tələbləri var. Birinci tələb nə idi? Zelenski üzr istəməlidir. Əgər geri qayıt danışıqlara gəlmək istəyirsə, qapı açıqdır, amma üzr istəməlidir və ritorikasını dəyişməlidir. Ona görə də Zelenski təbii olaraq burada artıq indi bir lider obrazına gəldi. Bayaqçında ABŞ-dəki danışıqlarda o bir növ hardasa daha çox çılğınlıq etdi. Belə söyləyə bilərik. Uduzan və bu çətində duran olan bir ölkənin lideri kimi təbii olaraq ona bir setnot vəziyyətində idi. Ona bir baskı var idi orada. Amma digər təcrübəli bir ölkə prezidenti olsaydı, bəlkə də vəziyyətdən başqa da çıxa bilərdi. Zelenskini inandırdılar ki, onun tutduğu yol hal-hazırda doğru deyil. O, Trumpla bu və ya digər formada dil tapmalıdır. Onun üçün Zelenski üzrü başqa formada, tam üzr istəyirəm söyləməsə də, amma fikrində anlaşıldı ki, o bu artıq peşmandır, üzr istəyir və bir sözlə artıq hər şeyi ifadə etdi ki, ABŞ-nin, Trump'ın rəhbərliyi altında bu məsələlərin həll olunması üçün çalışmağa, işləməyə hazırdır və düşünürük ki, elə ABŞ da bunu istəyir, Trump'ın da məqsədi bu idi və əsas məsələ burada, ikinci məsələ iqtisadi məsələ, Trump minerallarla bağlı öz iddiasında qalır və bir gün elə keçməmiş bildirdi ki, biz minerallarla bağlı məsələyə baxırıq, yenidən bu məsələyə qayıtmaq olar. Təbii ki, əsas məqsəd həmin o minerallara sahib olmaq, verilən pulu geri qaytarmaq və sonraki daha geniş hədəflər var. Ukraynanın sərvətlərində Trump ABŞ-nin iştirakının təmin etmək. Bu mənada Zelenski bunu anlayır, geri yolu yoxdur. Avropadan nə qədər də kömək ummağı düşünsə, Avropanın özünün də bugün qayğıları böyükdür. Ona görə də yeganə çıxış yolu ABŞ ilə danışığa getməkdir. Amma yenə də təkrar edirəm, Zelenski bu danışığa getsə də onun əsas maraqlandıran məsələ müvəqqəti atəşkəs yox, sülh müqaviləsinin imzalanması və orada hansı şərtlərin olmasıdır. O şərtləri Zelenski bugün öyrənmək istəyir və söyləyir ki, Avropada bununla bağlı nələrisə və səfirimiz Macron söyləyib ki, bizim həftələr yox, günlər vaxtımız var. Biz qısa vaxt ərzində bununla bağlı işləyirik. Biz təbii ki, bir gün gözləməliyik və Zelenskinin vəziyyəti və məsələlərə münasibəti bu günlərdə açıq və konkret bilinəcək.